Deməli, 30-cu sualda qalmışdıq. Növbəti sual 31-ci sualdır və sualda bizə deyilir ki, belə bir cədvəl fraqmenti verilib və B2 xanasına hansı düstur yazılıb? B2C9 diapazonu boyunca sürüşdürülməlidir ki, nəticədə vurma cədvəli alınsın. Baxırıq ki, uşaqlar, məsələn, 4-ün vurma cədvəlinə baxsaq, 4-ün vurma siyahısına baxsaq, 4-ü vurub 1-ə, nəticədə alıb 4. 4-ü vurub 2-yə, nəticədə alıb 8. 4-ü vurub 3-ə, nəticədə alıb 12. 4 vurulsun 4, 16. Və yaxud 8-ə baxsaq. 8 vur 1, 8. 8 vur 2, 16. 8 vur 3, 24. 8 vur 4, 32. Yəni hər dəfə A sütununun elementlərini birinci sətrin elementlərinə vurub. Məsələn, yenə deyirəm, 4-ün vurmasına baxsaq, A4 vurulsun B1, A4 vurulsun C2, A4 vurulsun, daha doğrusu C1 olmalıydı burada üzrlü sayın, D1. Biz nəyə fikir veririk burada? Hər dəfə sabit qalan nədir? Yəni biz təbii ki, ə, burada da deməli fikir veririk ki, A sütunlarımız sabitdir. Məsələn, A4 yazanda mən 3-ün vurmasını yazmışam. Daha 2-nin vurmasını yazsam A3 vurulsun B1, A3 vurulsun C1 bu formada. Yəni A sütunu həmişə sabitdir və burada da baxırıq, yəni məsələn yenə A3 üçün yazsam bunu, A3 vurulsun B1, A3 vurulsun C1, A3 vurulsun D1. Burada da nəyə fikir veririk? Həmişə A-larımız və birinci sətirlərimiz sabitdir. Yəni A-nın qarşısında dollar işarəsi olmalıdır. Birinci sətrin qarşısında da dollar işarəsi olmalıdır. Məsələn, A variantı buradan gedir, B variantı buradan gedir, C variantı gedir. Həmçinin Y variantını da silirik, çünki burada birin qarşısında dollar işarəsi olmalıdır. Y variantı da gedir və cavabımız qalır D variantı. Növbəti sual 32-ci suala baxırıq. Sualda bizə deyilir ki, baxaq nə deyilirmiş sualda bizə. Sualda bizə deyilir ki, C1 xanasında olan düsturu C2 və C3 xanasına köçürdükdən sonra C4 xanasının qiymətini təyin edin. Baxırıq C4 xanasının qiymətinə. C4 xanasının qiymətini tapmaq üçün biz sam C1, C3 düsturunu hesablamalıyıq. Sam C1, C3 nə deməkdir? Sam funksiyası ümumiyyətlə verilmiş diapazondakı ədədləri toplayır. C1, C3 diapazonuna isə C1, C2 və C3. Bu üçü aiddir. C1-i tapa bilirik. C2 və C3-ü tapmaq üçün də bu düsturu C2 və C3-ü köçürtməliyik. Demək, aha. Demək, C1 xanasındakı düsturumuz A1 plus B1-dir. Bunu rahatlıqla hesablaya bilirik. A1-in qiyməti 12-dir, B1-in qiyməti 43-dür. Topladıq bunları eləyir 55. C2-ni tapmaq üçün düsturu olduğu kimi köçürürük. C2-yə baxırıq. Sütun dəyişməyib, sətr bir vahid artıbsa, hələ də sütun dəyişmir və sətri bir vahid artırırıq. A2 üstəgəl B2 olur. A2 45-dir, B2 23-dür. Toplasaq eləyir 68. C3 xanasında da düsturumuz A3 üstəgəl B3 olacaq. Fikir veririk ki, A3 yoxdur. Olmayan zaman, əgər xananın bir qiyməti yoxdursa, biz onu 0 qəbul edirik. 0 üstəgəl 54 də bizə verir 54. Və bunların üçünü toplayanda da, yəni düsturumuz budur deyə, üçünü toplayanda da 177 edir. Nəticədə cavab Y variantı. Daha sonra 33-cü sualda bizə nə deyilir? Deməli, 33-cü sualda deyilir ki, B1, B2, B3, B4, B9 xanalarındakı qiymətlərin cəminin B10 xanasına yazılması üçün düstur. Uşaqlar, cəm düsturu ümumiyyətlə sum funksiyası ilə hesablanır. Ona görə biz buradan B-ni, D-ni və C-ni avtomatik çıxırıq. B1, B2, B3, B4 və B9. B1, B2, B3, B4-ü biz bir diapazon kimi göstərə bilərik.
B1, B4 diapazonu kimi göstərə bilərik. Amma B9 ayrı bir xanadır. Bunu da vergüllə ayıraraq göstəririk. B1, B4 diapazonu hesablanacaq və B9-u da ayrı götürəcək. Cavab olur Y variantı. Daha sonra bir də deməli belə bir şey deyim ki, sizə əgər qoşu nöqtə ilə verilibsə, o diapazondakı bütün ədədlər nəzərdə tutulur, amma vergül də verilibsə, sadəcə tutaq ki, B1, B4 verilibsə, nöqtəli vergüllə bu formada verilibsə, burada B1 və B4 toplanır. Amma qoşu nöqtə ilə olanda B1, B2, B3, B4 hamısı toplanır. Sonra 34-cü sualda bizə nə deyir? Elektron cədvəl proqramında aşağıdakı kimi cədvəl fraqmenti verilib. D2 xanasındakı düsturu bütün diapazon boyunca sürüşdürür və D9 xanasındakı qiyməti bizdən soruşur. Heç bir sabitliyi yoxdur. 2-də 2-dirsə 9-da 9 olacaq. Deməli, D2-də B2 vur S2-dirsə D9-da B9 vur S9 olacaq düsturumuz. B9 nədir? 360. S9 nədir? 20%. 360-ı 20%-ə vuranda da bilirik ki, faizə vuranda nə edirik? Faizi göstərən ədədə vurub 100-ə bölürük. Buradan faizi silirəm. Sadəcə 20 vurulsun. Bölsün 100-lə. Sıfırlara ixtisar getsə 36 vur 2 cavab qalır 72 A variantı. Sonra baxırıq 35-ci suala. 35-ci sualda yenə də baxışı suala oxşuyur. Yenə də düstur köçürməsi edib hesablamalıyıq. Deməli, C1 xanasındakı düstur, bu düstur bura və bura köçürülür. Daha sonra da sam C1, C3, yəni C1, C2, C3 xanalarının cəmi hesablanır. Deməli, C1 xanasında əgər düsturumuz dollar A3 üstəgəl B dollar 1 formasındadırsa, o zaman C2 xanasında düsturumuz qarşısında dollar var deyə A olduğu kimi qalacaq. 1-də 3-dürsə 2-də 4 olacaq. C'də B-dir, yenə C olduğu üçün yenə B olacaq. Qarşısında dollar olduğu üçün də 1 olduğu kimi qalacaq. Və bunu C3-ə də köçürsək, yenə eyni şəkildə dollar A 5 olacaq bu dəfə. B dollar 1 də sabit qalır. Və indi bu xanaların ayrı-ayrılıqda qiymətlərini hesablamalıyıq. A3 ilə B1-i toplasaq, A3 54-dür, B1-imiz 56-dır. Toplayanda eləyir 110. A4 yoxdur. Yoxdursa, yəni A4 üstəgəl B1-də yoxdursa 0 qəbul edirik. B1-in qiyməti də 56-dır. Ona görə də 0 üstə 56 edir 56. Həmçinin A5 də yoxdur. Yenə də üstünə B1 gələndə, yəni 56 gələndə edir 56. Və C4-ü hesablamaq üçün də sam C1, C3, yəni bu üçünün cəmi hesablanmalıdır. Bu üçünün cəmi də eləyir 222 cavab B variantı. Daha sonra baxırıq 36-cı suala. 36-cı sualda bizə nə deyilir? C2 xanasındakı düsturu C3 xanasına köçürülərsə, C3 xanasının qiyməti necə olur? Baxın, C2 xanasında A2 vur 2-dirsə, C3 xanasında da elə A3 vur 2 olacaq. Dediyim kimi, ədədlərə toxunmuruq. Biz sadəcə sətir və sütunların ünvanlarını dəyişə bilərik. Ədədlərə toxunmuruq. A3-ün qiyməti yoxdur, 0-dır. Yəni, yoxdursa yenə də deyirəm 0 qəbul edirik. 0-ı da nəyə vursaq 0 edir deyə cavabımız olur C variantı. Daha sonra baxaq 37-ci suala. Cədvəl fraqmentinə əsasən B2 xanasındakı düstur C4 xanasına köçürülərsə, C4 xanasının qiyməti neçə olar? Deməli, B2 xanasında düsturumuz nədir? A1 üstəgəl dollar, B dollar 1. Mən bunu C4 xanasına keçirsəm, baxın, B-də A-dır. Yəni, bir sütun əvvəlki götürülüb. O zaman C-də də bir sütun əvvəlki B götürüləcək. 2-də 1-dir. Yəni, bir sətir əvvəlki götürülüb. O zaman 4-də 3 olacaq. Dollar B, dollar 1 isə olduğu kimi qalır. Yəni, B3 ilə B1-i toplamalıyıq. B3-ün qiyməti 33-dür, B1-in qiyməti 3-dür. Toplayanda da edir 36, yəni cavab olur C variantı. 38-ci sualda bizə deyilir ki, C1 xanasındakı düstur C2 xanasına köçürülərsə. Aha, bu düsturu köçürsək,
Dollar A, dollar bir olduğu kimi qalacaq. Yəni avtomatik A və B-ni, A və C-ni daha doğrusu silirik. C1-də B1-dirsə, C2-də B2 olacaq. Yəni dollar A vurulsun, dollar A, dollar bir vurulsun, B2 cavab olur B variantı. Bunlar da yanlışdır. Daha sonra 39-cu sualda bizə nə deyilir? Deyilir ki, elektron cədvəlin B5 xanasına yazılmış bu düsturu D8-ə köçürsək. Düsturu D8-ə köçürsək, hansı düstur alınacaq? Deməli. Hansı xanada yazılıb düsturumuz? Deməli, B5 xanasına yazılmış düstur. A, dollar 3 vurulsun. Dollar B5 üstəgəl 5. Biz bu düsturu D8 xanasına köçürməliyik. Baxın. Deməli, B-dən D-yə nə baş verib? C-dir. 2 səti, daha doğrusu 2 sütun sonrakı götürülür. 5-dən 8-ə 3 sətir sonrakı götürülür. Təbii ki, qarşısında dollar olan sütun və sətirlərə bunun aidiyyatı yoxdur. A-dan 2 sətir sonra, daha doğrusu 2 sütun sonrakı nə olacaq? C. Düzdürmü? Dollar 3 olduğu kimi qalır. Vurulsun. Dollar B olduğu kimi qalır. Sətirləri də 3 vahid artırmalıyıq. 5-dirsə 8 olacaq. Plus 5-ə də olduğu kimi qalır. Toxunmuruq. C dollar 3 vurulsun. Dollar B 8. Üstəgəl 5 cavab olur D variantı. 39-cu sualda. 40-cı sualı nəzərdən keçirtsək. Aha. Bu da bayaq işlədiyimiz o vurma cədvəl sualına oxşayır. Yine eyni qaydadır. Sadəcə olaraq məqsəd nədir burada? Biri vurur 10-a, üstünə 0 gəlir, cavab olur 10. Biri vurur 10-a, üstünə 1 gəlir, cavab olur 11. Biri vurur 10-a, üstünə 2 gəlir, cavab olur 12. Həmçinin tutaq ki, 3-ü götürsək. 3 vurulsun 10, üstünə 0 gəl, 30. 3 vurulsun 10, üstünə 1 gəl, 31. 3 vurulsun 10, üstünə 2 gəl, 32. Yəni, ona vurmadım. Ona vurma mütləq olmalıdır. A-nın elementləri ona vurulur, üstünə birinci sətrin elementləri gəlir. Yəni, A, D, B-ni çıxırıq, çünki vurulsun 10 yoxdur. Həmçinin, yenə dediyim kimi, bayaqki sualda necə A-nın elementləri və birinci sətrin elementləri sabit qalmışdırsa, sabit qaldığına görə biz onların qarşısına dollar işarəsi əlavə etmişdiksə, burada da yenə eyni qaydadır. Yəni, baxın, məsələn, 1-ə vurmanın hamısını eləsəm, nə olur? A 2 vurulsun 10 üstəgəl B 1. A 2 vurulsun 10 üstəgəl C 1. A 2 vurulsun 10 üstəgəl D 1. A 2 vurulsun 10 üstəgəl Y 1. Həmçinin digər üçün də isə A 3 vurulsun 10 üstəgəl B 1. A 3 vurulsun 10 üstəgəl C 1. Yəni fikir verirsə A sütunu sabitdir. Sabit olduğuna göre karşısında dolar işarəsi olmalıdır. Bu da sadəcə Y variantıdadır. Və birinci sətirdə həmçinin sabitdir. Cavab olur Y variantı. Sonra 41-ci sualda bizə nə deyilir? Bizə deyilir ki, A1, B2 xanalar diapazonunda dollar manat münasibəti və A4, Y9 diapazonunda məhsulların ID kodu, alış və satış qiymətləri, satışların sayı verilmişdir. Buna əsasən Y5 xanasında hansı düstur daxil edilib? Y5, Y9. Aha, bizə gəliri hesablamaq lazımdır. Uşaqlar, gəliri necə hesablayırıq? Satış qiymətindən alış qiymətinə çıxırıq və alışların sayına vururuq. Yəni, tutaq ki, bir qələm almışıq 5 manata, daha doğrusu 3 manat almışıq, 5 manata satmışıqsa, bizim burada bir qələmdən gəlirimiz 2 manatdır. 10 dənə qələm satmışıqsa, 10 vurulsun ki, 20 manat olacaq. Deməli, nə etməliyik? Satış qiymətindən alış qiymətinə çıxıb, alışların sayına vurmalıyıq. Bu bizim birinci işimizdir və cavabı manatla istədiyinə görə deməli, dollardan manata keçəndə də bir nöqtə getdiyə vurduğumuza görə nə edirik deməli?
Satış qiyməti hardadır? C5-də. Alış qiyməti hardadır? B5-də. C5 çıxılsın B5. Bu hər birində dəyişəcək. C6 çıx B6, C7 çıx B7. Ona görə burada heç bir sabitləmə qoymuruq. Vururuq nəyə? Alışın sayına. Bu da hər birində dəyişdiyinə görə bunu da sabitləmə etmirik. Yəni alış sayı hər birində fərqlidir. Nəyə vururuq deməli? D5-ə. Və bu bizim dollarla aldığımız gəlirdi. Bizə manatla lazımdır. Manatla isə dollardan manata keçid dəyişmir. Yəni 100 manatı da dollara keçirsək eyni şeydir. Daha doğrusu 100 dollardan manata keçirsək eyni vurmanı etməliyik. 1000 dollarda keçirsək, yəni 1.7-yə vurmalıyıq hamısında. Yəni bu o deməkdir ki, burada B2 xanası sabit qalmalıdır, dəyişməyəcək. Tam sabit qalması üçün də biz həm sütun, həm də sətr ünvanının qarşısına dollar işarəsi qoymalıyıq. Dollar B, dollar 2 vurulsun, düsturun davamı. Bu da hansı variantdadır? Deməli, B variantında. Sonra 42-ci sualda. Bax, 42-ci suala. Deməli, 42-ci sualda bizə deyilir ki, D4 xanasının qiyməti neçə olacaq? D4 xanasının qiyməti nədir? Baxırıq ki, D4 xanasında düstur olaraq yazılıb sum D1, D3 çıxılsın sum B1, C2. D1, D3-ü hesablamaq üçün biz bunların hər birini ayrı-ayrılıqda hesablamalıyıq. Düsturlara verilib bizə A1 üstəgəl B2 çıx C2. A1 5-dir. B2 3-dür. Topladıq 8, çıxmalıyıq 8. Daha doğrusu çıxmalıyıq C2, yəni 2, 8-dən 2 çıxdıq. Bura eləyir 6. Aha, daha sonra digər düsturda bizə verilib A2 üstəgəl B2. A2 9-dur. B2 3-dür, eləyir 12. Çıxmalıyıq C2-ni. 12-dən 2 çıxırıq, eləyir 10. Və burada da A3 üstəgəl B2. 3 üstəgəl 3 eləyir 6. Çıxılsın C2, yəni 2 eləyir 4. Yəni bu diapazonun qiyməti eləyir 20. Baxın D1, D3-ün cəmi eləyir 20. Çıxılsın B1, C2 diapazonunun deməli elementlərinin cəmi. B1, C2. Baxın B1-dən başlayacaq, buradan başlayacaq. C2 də burada bitəcək. Yəni bu aralıqdakı bütün ədədləri biz toplamalıyıq. Sum deyəndə. Bu da eləyir 18. Düzdürmü? Düzdür. 20-dən də 18 çıxırıq. Cavab olur 2. Y variantı. Daha sonra baxaq 43-cü suala. D4 xanasının qiyməti neçə olacaq? Yenə də bizdən deməli sum D1, D3 istəyir. Hər üçünü ayrı-ayrılıqda hesablayıb. Sonra toplamalıyıq. Baxın, burada görürsünüz nöqtəli vergüllə verilib. A2, C3. Yəni biz A2 və C3-ün cəmini tapacağıq. A2 8-dir, C3 3-dür. Bu eləyir 11. A1 üstəgəl 2, daha doğrusu indi D2 xanasına baxırıq. A1 üstəgəl C3. A1-imiz 4-dür, C3-ümüz 3-dür. Eləyir 7, vurulsun 2 eləyir 14. Digər düsturumuz B2 bölü 2 üstəgəl A4. B2 2-dir. 2-ni böldüm 2-yə elədi 1. Üstəgəl A4 eləyir 6. O da eləyir 7. Və bu üçünü də toplayanda eləyir deməli 32 D variantı. 43-də D variantı, 44-də nə deyir bizə? Y3-ün qiymətini ayrı-ayrılıqda qiymətləri hesablamalıyıq. Y2-nin, Y3-ün, Y4-ün hamısını hesablayırıq. Y2-də qiymət nə olacaq? A2 üstəgəl B3 vurur 2 çıx 6. A2 neçədir? 3. B3 neçədir? 15. Vurulsun 2 30. Üstəgəl 3 33 çıx 6 27. Yəni Y2 xanasının qiyməti 27-dir. Deməli, Y2 üçüncüdədir. 3-ə gəlir A. Daha sonra baxırıq bu düstura. A4 8 üstəgəl C2 vur 2. C2-miz 2-dir. 2 vur 2 4. 8 üstə 4.
12, üstəgəl 5, 17. Y 3 xanasının qiyməti. Nəysə səhv etdim. A4 8-dir. S 2. 2-dir. 2 vur 2 4-dür. 8 üstə 4. 12. 12 üstə 5 17. Cavab görmürəm axı 17. Yanlış dedim. A4 8'di. S2. S2. Burada. S2 bu hissədə çıxdı. Deməli, S2-nin qiyməti 6-dır. 6 vurulsun 2, 12. 8 üstə 12, 20. Üstə gəl 5 eləyir 25. Yəni, Y3 xanasının qiyməti 25-dir. 1-ə gəlir C. Və Y4-ü də hesablasaq, eləyir deməli, S3-ümüz 5-dir. Ada dursun S3-ümüz 2'dir. Vurulsun 5 eləyir 10. Üstəgəl D2. D2 15'dir. 10 üstə 15 25. Üstə 3 28. Deməli 2'yə də gəlir Y. CY, D variantı 44'də. Cavab. 2 dənə eyni cavab var. CY. Hamısını. Heç bunlara fikir vermirəm. Bütün variantlar hamısı eynimiş. Hamısı eynidir. Bütün variantlar hamısı da doğrudur. 45-ci sualda elektron cədvəldə A2 xanasında olan bu düstur B3 xanasına köçürüldükdən sonra alınacaq düsturun neçə müxtəlif xanaya istinad etdiyini müəyyən edirik. Deməli, dostlar, düsturumuz nədir? A2 xanasında düstur yazılıb necə? Sam D2 Y5 üstəgəl dollar Y4 vurulsun 2. Bu düsturu B3 xanasına köçürtsək, deməli, baxırıq ki, A-dan B-yə bir sütun artıb, 2-dən 3-ə bir sətir artıb. Sütun və sətirləri bir sətir artırmalıyıq. Hamısını bir vahid artırmalıyıq. D-dən bir vahid sonraki Y 3 olur. Y-dən bir vahid sonra F 6 olur. Dollar olanlar sabit qalır. Vurulsun 2 də sabit qalır. İndi baxırıq. Hansı xanalara istinad edib, hansı xanalardan istifadə olunub? Yəni, Y3, F6 diapazonundakı xanalarımız uşaqlar. Y3, Y4, Y5, Y6, həmçinin F3, F4, F5, F6 xanalardır. Deməli, burada 8 xanadan istifadə olunub və burada da bir dənə də Y5 xanasından istifadə olunub. Amma sualda bizə neçə müxtəlif xana dediyinə görə, baxın, Y5 burada da var, burada da var. Yəni, bunun birini götürmürük. Eyni xanalardır. Yəni, normal toplamda daha doğrusu 8 müxtəlif xanaya istinad edilib. Amma burada deməli 9 xana adı çəkilir. Cavab 8 müxtəlif xanadır, Y variantı. Daha sonra 46-cı suala baxırıq. B3 xanasında göstərilən bu düstur C4 xanasına köçürülərsə, deməli, baxın, B3-dən hara köçürdürür? C4-ə. B3-dən C4-ə köçürür. B-dən C-yə bir vahid sütun artıb, 3-dən 4-ə bir vahid sətir artıb. Düzdürmü? O zaman düsturumuzda da eyni dəyişiklik olmalıdır. Sütun və sətir bir vahid artmalıdır. A-dırsa B olmalıdır. 2-dirsə 3 olmalıdır. B-dirsə C olmalıdır. 1-dirsə 2 olmalıdır. B3 üstəgəl C2 cavab C variantı. Daha sonra yanlış fikri bizdən soruşur. Sətirlə sütunun kəsişməsinə xana deyilir. Doğrudur. Qarışıq istinada nümunə olaraq bunu göstərmək olar. Doğrudur. Bir neçə sətri və ya bir neçə sütunu eyni anda seçmək mümkündür. Bu da doğrudur. Elektron cədvəl faylına iş kitabı deyilir. Bəli, kitab olar demişdik. Mütləq istinada nümunə olaraq F dollar, 3 dollar göstərmək olar. Bu yanlışdır. Cavab Y variantı. Nə üçün yanlışdır? Çünki biz dollar işarəsini qarşıda göstəririk. Yəni dollar, F, dollar 3 formasında adlardan sonra göstərmirik. Əvvəldə göstəririk dollar işarəsini. 48-ci suala baxırıq.
Doğru mülahizələr istəyir bizdən. A2-S5 diapazonunda 6 xana var. A2-S5 diapazonunda A, B, S olmaqla 3 sütun, 2-dən 5-ə isə 4 sətir var. Yəni toplamda 12 xana var. Birinci cavab yanlışdır. A-nı, S-ni çıxırıq. Xanaya dollar işarəsi qoymaq üçün F4 basılmalıdır. Ee, Bu doğrudur. Digər cavablara baxaq. D5, R7 diapazonunda 4 sətir var. Deməli, saysaq D, A, B, C, D, E, F, G. Aha. Deməli, D, Y, F, J. Bəli, 4 dənə sütun var. Bu da doğrudur. Qarışıq istinada nümunə olaraq BF111 göstərmək olar. Yanlışdır. Qarışıq istinaddan azından bir dollar işarəsi olmalıdır. 4 olanlar da çıxsaq, cavabələrimizdə Y variantı qalır. 9-cu sualda bizə nə deyilir? B5 xanasındakı düstur. Bu düstur, daha doğrusu bu xanalar diapazonuna köçürülür və köçürülmədən sonra B11-in dəyərini istəyir bizdən. Deməli, baxaq burada nə baş verir? Burada elə işləyir ki, hər biri özündən əvvəlkilərin cəminə bərabər olmalı olur. Deməli, dostlar, baxırıq sualımıza. Deməli, B5 xanasındakı düstur seçilmiş xanalar diapazonuna köçürülüb. B5 xanasındakı düsturumuz nədir? Sam A4, B4. A4, B4'de de A4 ve B4 xanaları aiddir sadəcə. Və deməli 1 və 0-dır. B4 olmadığına görə 0 qəbul edirik. Buranın qiyməti olur 1. B6-ya köçürtsək bunu, sam A4 dollar olduğuna görə olduğu kimi qalır. Bu dəfə B5 olacaq. Yəni bircə dənə bu dollar 4 sabit qalır, qalanları dəyişir. A4'dən, yəni buradan başlayaraq bura qədər hamısını soruşur bizdə. Deməli, biz bu xananın qiymətini hesabladıq ki, 1-dir. Düzdürmü? 1, bura onsuz da hamısı 0'dır. Burada heç biri yoxdur. Hamısı 0'dır. Burada 0'dır. 1, 0, 0, 1 eləyir 2. Demək, bu xananın qiyməti oldu 2. B7-yə köçürsək, yenə də sam A dollar 4, B 6. Bu zaman baxın 1, 1, 2. Bu eləyəcək 4. Bu xananın qiyməti olur 4. Sonrakında isə özündən əvvəlki bütün qiymətlər hesablanır. 1, 1, 2, 4 eləyir 8. Sonraki 16, sonraki 32 və nəhayət 64 olur cavabımız D variantı. Aha. 50-ci sualda da deməli baxırıq. Bizə deyilir ki, A5-dəki düstur A1, A3 diapazonunun A1 üstəgəl A3 düsturu A5, F6 xanalar diapazonuna köçürülüb və bundan sonra bu diapazonun ən böyük qiyməti neçə olur? Deməli, uşaqlar, baxın, A5-də düsturumuz nədir? A1 üstəgəl A3. A6-da nə olacaq? A6, buradan 6 yazırım, burada A6 olacaq. A6-da nə olacaq? A2 üstəgəl A4. Düzdürmü? Həmçinin mən bunu bu tərəfə köçürsəm, B1 üstəgəl B3 olacaq, C1 üstə C3 olacaq, D1 üstə D3 olacaq. Yəni bu formada davam edir. Aşağıdakılar da B2 üstəgəl B4, C2 üstəgəl C4 olacaq. Davamı da bu formada davam edir. İndi bunları bir-bir hesablasaq, A1 üstəgəl, baxın, 5-ci sətri hesablamaq üçün hər bir sütunun 1-ci və 3-cü elementlərini toplayırıq. 6-cı sətri hesablamaq üçün 2-ci və 4-cüləri toplayırıq. Bunu yadımızda saxlayaq və bunu sevirəm hesablamanı yazmaq üçün. 1-ci və 3-cüləri toplasaq, 11 ilə 4-ün cəmi eləyir 15. 2 ilə 5-in cəmi 7. 6 ilə 11-in cəmi 17. 4 ilə 7-nin cəmi 11, 5 ilə 11-in cəmi 16, 7 ilə 3-ün cəmi 10. İndi 6-cı sətr üçün də dedim ki, 2-ci və 4-cüləri toplamalıyıq. 7 ilə 12, 19, 8 ilə 13, 21, 11 ilə 3, 14,
7 ilə 6 13, 11 ilə 16 deməli bu 16 27, 12 ilə 12 24. Baxın bu diapazonda ən böyük qiymət 27-dir. Buna görə cavabımız olur Y variantı.